Üçbucaqda sinuslar və kosinuslar teoremi. Birinci növbədə trigonometrik nisbətlərə də baxaq. Düzbucaqlı üçbucaq həndəsəsidir. Metriyofəza, trio bilirsiniz ki, üçbucaq deməkdir. Trigonometrik nisbətlər bucaqlar tərəflərə görə müəyyən olunur. Deyək ki, A katet, B katet, C hipotenuz. Məsələn, alfa bucağın sinusunu tapaq. Sinus alfa bərabərdir. Bucağın sinusu bərabərdir. Qarşı katet B bölünsün hipotenuz C. Bucağın kosinusu bərabərdir. Kosinus alfa bərabərdir. Alfa bucağına bitişik tərəf, yəni katet A bölünsün hipotenuz. Bucağın tangesi bərabərdir. Qarşıdakı katet bölünsün digər katet. Təbii ki, kotanges tangesin tərsi olduğu üçün A bölünsün B-yə bərabərdir. Bu düzbucaqlı üçbucaqda trigonometrik nisbətlərdir. Sinus qarşı katet bölünsün hipotenuz. Gəlin digər, məsələn, bura bir beta yazaq. Həmin o betanın da, belə deyim, trigonometrik nisbətlərini müəyyən eləyək. Deməli, betamızı da qeyd elədik. Bir dəqiqə. Buraya yazıram beta. A'dır, B'dir, C'dir. Sinus beta bərabərdir. Qarşı katet A bölünsün hipotenuz. Bucaq B'nin, yəni betanın kosinusu bərabərdir. Beta'ya bitişik katet B bölünsün hipotenuz. Tangens beta bərabərdir. Qarşı katet A bölünsün digər katet B. Kotanges həmişə tangesin tərsidir. B bölünsün A yazacaq. Çünki tərs funksiyalardır. Hasili 1-ə bərabərdir. Deməli, bu da trigonometrik nisbətlərdir. İndi sinuslar, kosinuslar düsturuna keçək. Üçbucaqda 3 tərəf və bu tərəflər qarşısındakı bucaqlara görə sinuslar teoremini bura alfa qeyd edeyim. Bura beta. Sinuslar teoreminin düsturunu yazacağım. A tərəfinin qarşısındakı bucaq alfadır. B tərəfin qarşısındakı bucaq betadır. Gamma qarşısındakı bucaq tərəf isə C'dir. C'nin qarşısı da gammadır. Deməli, belə yazacaq. A tərəf, deməli, birinci A tərəfindən başlayaq. A tərəf bölünsün həmin tərəfin qarşısındakı bucağın sinusu bərabərdir. İkinci B tərəfi, B bölünsün həmin B'nin qarşısındakı bucağın sinusu bərabərdir. Gamma qarşısı C'dir. Deməli, C üçüncü tərəfi bölünsün sinus gamma. Deməli, bu sinuslar teoremidir. Gəlin nümunələrlə izah edim. Üçbucaqda verilib 4, qarşısı 30 dərəcə. Məsələn, buranı tap deyir. ABC üçbucağıdır hətta. Deməli, burada verilib 45 dərəcə. Deməli, baxıram ki, 2 bucaq, 2 tərəf. Bəzən uşaq deyir ki, sinuslar, kosinuslar olduğunu və sardan biləcəm. Təbii ki, yadınızda qalsın. Bucaqların sayı çox olarsa, deməli, sinuslar teoremində ancaq bucaqlarla işlədiyimiz üçün nisbətlərdə bizə bucaqlar lazımdır. Bucaqların sayı çox olarsa, deməli, sinuslar teoremidir. Yəni, tərəf AB tərəfi 4 bölünsün həmin AB-nin qarşısındakı bucağın sinusu. Sinus 30 dərəcə bərabərdir. BC tərəfini soruşur birdən. BC bölünsün, X bölünsün. Sinus 45. 4 bölünsün. Sinus 30'da alır 2'də 1 bərabərdir. X bölünsün. Sinus 45'də kök 2 bölü 2 alır. İkiləri ixtisara aparıram və çarpaz vuracağım. Tənasüblə həll edirik. X-i 1'ə vuracağım. X bərabərdir. 4'ü kökdə 2'yə vuranda 4 kökdə 2. Deməli, X-imizi tapdım. 4 kök altında. Bir dəqiqə. 4 kök altında 2'dir. Deməli, BC tərəfini soruşurdu. Bu tip misallarda qabağımıza çıxır. Məsələn, 3 bucaqda verilib bura 105 dərəcə. Bura verilib 45 dərəcə. Deməli, bizdən buranı istəyir və burada verilib kök altı 2.
Deməli deyir ABC üçbucağında AB bərabərdir sual. Baxırıq ki, kökdə 2 tərəfinin qarşısındakı bucaq yoxdur. Necə tapa bilərik? Üçbucağın daxili bucaqlarının cəmi 180-dir. 105 ilə 45-i toplayıram. Eləcək 150. 180-dən də 150-ni çıxanda eləcək 30. Deməli, üçüncü bucaq 30'uymuş dərəcəsi. Və bucaqların çoxluğunu görəndə deyirik ki, bu sinuslar teoremidir. 30 dərəcəli bucaq qarşısında baxıram tərəf kökdə 2. Deməli, kökdə 2 bölünsün sinus 30 bərabərdir. 45'in qarşısı x bölünsün sinus 45. Sinus 30'dan neçə alır? 2'də 1. Deməli, belə yazacağım. Kök altında davamını buradan yazıram. Kökdə 2 bölünsün 2'də 1 bərabərdir. X bölünsün sinus 45'də kök 2 bölünsün 2 alır. 2'ləri ixtisar aparıb çarpaz vuracağım. X'i 1'ə vuranda x bərabərdir. Kökdə 2'ni kökdə 2'yə vuranda eləcək kökdə 4. Oradan da 2 çıxır. Deməli, x'i tapdım. Neçədir? 2. Bu sinuslar teoremidir. Bəs kosinuslar teoremi desək, fikir verin. 3 tərəfinin 3'ü də məlumdursa və hər hansı bir təpədəki bucağının kosinusunu soruşursa, yəni 3 tərəfin 3'ü də məlum olmalıdır. Bu kosinuslar teoremidir. Alfanın qarşısındakı tərəfin kvadratı bərabərdir. Deməli, birinci fikir veririk, hansı bucağı istəyir və onun qarşısındakı tərəfin qiymətinə baxırıq. Uzunluğuna baxırıq, belə deyək. Alfa bucağının qarşısındakı tərəf, deməli C'dir. Yazıram C kvadratı bərabər. Digər tərəflərin kvadratları cəmi çıx. Hasinin 2 misli vur kosinus alfa. İndi buradan hər hansı bir bettanı istəyir bizdən. Deməli, betanın qabağı A-ymış. A-nın kvadratı bərabərdir. B kvadrat üstəgəl C kvadratı çıx 2BC vur kosinus alfa. Üçüncü bir tərəfdə eyni üsuldan tapacaq. Deməli, nümunələri yenə göstərək. 3 bucaqda 2, 3, 4 verib. Bizə deyir ki, kiçik bucağı tap. Təbii ki, kiçik bucaq kiçik tərəf qarşısında yerləşir və bura alfa yazıram. Yenə tərəflər çoxluğundan istifadə edirik və bu kosinuslar teoremidir. Alfa bucağının qarşısındakı tərəf 2'nin kvadratı 4 bərabərdir. Digər tərəflərin kvadratlar cəmi çıx. 4'ü 3'ə vururam. 12, 2'yə vururam. 24 vur kosinus alfa. Toplayırıq. Eləcək 25. 25'dən 4'ünü çıxıram. 21 bərabərdir. 24 vur. Deməli kosinus alfa. 21 bölünsün 24 bərabərdir. Kosinus alfanı istəyir. O da 3'ə bölürəm. 7. 3'ə bölürəm. 8. Deməli, kosinus gamma bərabər 8'də 7. Bax, bu da kosinuslar teoremi. Və ya 4'ün qarşısını qeyd eləyək. Dəqiqə, yenidən çəkəcəm. 2 idi, bura 3 idi, bura 4 idi. Demək, indi bizə 4'ün qarşısı bettanı istəyir. Baxıram, yenə tərəflər çoxdur, bucaq yoxdur da. Bucaqlara görə sinuslar idi, tərəflərə görə kosinuslar. Verilən, soruşulan bucağın qarşısındakı tərəf 4'ün kvadratı bərabərdir. Digər tərəflərin kvadratları cəmi çıx. Hasilinin 2 misli. Vuranda 6, 2 vur 12 vur kosinus alfa. 4'ün üstünə 9 gəlirəm 13. 13'dən 16'nı çıxıram. Eləcə mənfi 3 bərabərdir. Mənfi 12 vur kosinus alfa. Buradan kosinus alfanı tapmaq üçün də daha doğrusu 13'dən 16'nı çıxdı. Mənfi 3 elədi. Bu müsbət 12. Deməli, mənfi 3 bölünsün 12 bərabərdir. Kosinus alfa. 3'ə bölürəm 1, 3'ə bölürəm 4. Deməli, cavab mənfi 4'də 1. Əgər belə bir misalımız da var idi. Əgər bizdən sinusu istəsə, amma 2, 3, 4 veribdir. Bizə deyir alfa bucağının sinusunu tap. Yəni sinus alfa bərabərdir sual. Baxıram ki, bucaqlar yoxdur. Mən o alfanı tapa bilməyəcəm. Bunu birinci kosinuslar teoreminə görə tapıram. Alfanın qarşısındakı tərəfin kvadratı bərabərdir. Digər tərəflərin kvadratları cəmi çıx. Hasilinin 2 misli vur kosinus alfa. Düstur belədir.
Toplayıram 20, çıxıram 9, eləcə 11 bölünsün 16 bərabərdir kosinus alfa. Yəni bu düsturu, daha doğrusu kosinus alfasını tapdıq. Amma sinusu istəyir bizdən. Yadınızdadırsa qeyd eləmişdim ki, əgər sinusu istəyirsə, sinus kvadratı üstə gəl kosinus kvadratı alfa eynilik düsturu bizə verir 1-i. Və kosinusu qoyacağım yerinə, sinusu tapacağım. Deməli, sinus kvadratı alfa bərabərdir 1 çıx. Kosinus kvadratı 256-da 121 eləyir alfa. O da bərabərdir. 256-da 256-dan 256-da 121-i çıxanda 145 eləyir. Yəni, kök altından çıxanda da eləyəcək 16-da kök altı 145. Deməli, biz sinusu tapdıq. Kvadratdan azad elədik, hətta kök altına saldıq. Yəni, bizə kosinus tapdıqsa, sinusu tələb edirsə, deməli, düstur 1 çıx kosinus kvadrat alfa. Yox, əgər sinusu verib kosinus verirsə, o da onun kimi 1 çıx kosinus kvadrat alfa. Yəni, düsturumuz budur. Sinus kvadratı alfa üstə gəl kosinus kvadratı alfa bərabərdir 1. Sinus kvadratı alfa bərabərdir 1 çıx kosinus kvadratı alfa. Kosinus kvadratı alfa da bərabərdir 1 çıx sinus kvadratı alfa. Bax, bu düsturlarca əzbərləsək bizdən soruşulanı yerinə yetirmək olar.